Həmsəfərlərimdən biri bildirir ki, Dövlət Universitetini əla qiymətlərlə bitirmişdir və əla qiymətlərlə olan diplomunu dövlət dairələrində, nazirlikdə işləmək üçün müraciət edəcək. Mən ona dedim ki, belə etməsə daha yaxşıdır. Əlbəttə, o mənimlə razılaşmadı və nazirliklərdən birinə müraciət etdi. Nazirlikdə ondan soruşdular, adamın varmı? Dedi, yox. Pulun varmı? Dedi, yox. Dedilər, onda sizə burada işləmək müəssər olmayacaq. Hətta üzlərində təbəssüm, gülə-gülə məsləhət də gördülər. Get bir kisə kartofal, qoy qabağına və bazarda sat. Ürək ağrıcı olan bu hadisə insanı düşündürməyə bilməz. Mən ona soruşdum, gördünüzmü, möhtərəm insan? Siz mənim sözümə qulaq asıb ora getməsəydiniz daha yaxşıdır. Və hətta məndən soruşdu ki, bəs belə olacağını əvvəlcə mən harada bilirdim? Bunu bilmək üçün, uşaqım, nə bilin siz hazır nədə getmişsiniz? Heç bilmək də istəmirəm. Azərbaycanda olan nazirliklərin, dövlət idarənin əksəriyyətində vəziyyət belədir. Bunu bilmək üçün Azərbaycanda olan real vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Əgər düzgün qiymətləndirəcəksinizsə, anladığım məsələn, müvafiq dövlət idarələrinə, nazirliklərə tətbiq edin. Və oranda siz ora getmədən də orada olan vəziyyəti bilmək sizin üçün hər hansı bir çətinlik yaratmayacaq. Və mən dedim, bax, bugün siz Azərbaycanda olan milyonlar işçilər ordusunun yeni bir üzvü oldunuz. Azərbaycanlı üçün işçi olmaq ölmə bərabəridir. İşsiz Azərbaycanlı valideynlərinin, atasının, anasının, bacılarının, qardaşlarının gözləri qabağında işsiz kimi görsənməkdənsə özünə ölüm istər. Bəli, Azərbaycanlı belə xüsusiyyətə malikdir. Çünki hər bir Azərbaycan vətəndaşı yaşamaq istəyir. Eşitsiz məni? Hər bir Azərbaycan vətəndaşı yaşamaq istəyir. Və bu onun hüququdur. Ona görə sizlərin hər birinizdən, hər bir Azərbaycan vətəndaşından soruşuram. Yaxşı yaşamaq üçün nə etmək lazımdır? Xahiş edirəm, verdiyim bu sualı cavablandırıb mənim e-mail ünvanıma göndərin. Çünki hər birinizin, hər bir Azərbaycanlının həyata baxışını, düşüncə tərzini bilmək mənim üçün çox maraqlıdır, çox vacibdir və ciddidir. Sizlərin hər birinizin cavabını çox böyük səbirsizliklə gözləyən mənəm, qar yağdı. Əvvəlcədən sizə təşəkkürümü bildirirəm.